Ağa müəllim, müasir dünyanın səs-küyündən qaçıb son 10 gündə o etikaf dediyimiz, yəni məscidə və yaxud da insanın öz daxilinə çəkilməsi prosesi insan psixologiyası və ruhu üzərində hansı təsirlərə malikdir və insan özü ilə baş-başa qalanda əslində kimlə qarşılaşır? Təbii ki, biz elə bir dünyada yaşayırıq ki, bu dünya gerçəkdən çox böyük bir sürətlə, böyük bir tərəqqinin içərisindədir. Texnoloji tərəqqi insandan götürüb aparır. Yəni cəmiyyətlər arasında çox böyük uçurumlar yaradır. Doğrudur, özü bir rəhmətdir. Biz məsələn bir kəlmə danışırıq. Dünənə qədər bizim danışdığımız sözlər bir divarın içərisində 2 nəfər eşidirdi. Amma 2 nəfərin də danışdığı sözü milyonlarla insan eşidə bilir. Bu texnologiyanın vasitəsilədir. Bu özü də bir rəhmət qaynağıdır. Lakin bəli, dediyiniz o səsli, küylü dünya evinin içərisində bizim qulağımız o qədər yanlış səslər eşidir, o qədər yanlış informasiya dinləyirik ki, insan gerçəklə o həqiqətlə əslində batili bir-birindən ayıra bilməsi üçün bir filtrə ehtiyacı var. Bu etikaf nə deməkdir? Etikaf Quran-ı Kərimin bir ayəsində, Quran-ı Kərimdə Rəbbimiz deyir ki, وَلَا تُبَاشِرُهُنَّ deyə bir ayə var. Yəni deyir, siz onlarla çox məşğul olmayın. وَأَنْتُمْ عَاكِفُونَ فِي الْمَسَاجِدِ Məscidlərdə akifun əslində dünyadan sıyrılıb çıxmısınız, Rəbbin huzurundasınız. Etikaf bir yönü ilə insanın bu səsli, küylü dediyiniz dünyadan sıyrılıb, Allahım, qalalarından bir qalaya enirəm. Yəni, özəlliklə etikaf məscidlərdə əda edilirmiş. Peyğəmbərimiz Aleyhisselatü Vesselam'ın dövründə Allah Resulü Ramazanın son 10 gününü özü etikafa çəkilərmiş. Xanımlarına da deyərmiş ki, siz də etikafa, səhabələrinə deyərmiş, siz də etikafa çəkilin. Bəlkə də cəmiyyətdə insanlar fikirləşə bilər ki, hamı etikafa çəkilsə, onda bu cəmiyyətin işlərini kim görəcək? Doğrudur, orada o işləri görəcək insanlardan daha ziyadə, daha çox fərdi insanların bu ibadətə çəkildiyini görürük. Məscidlərə çəkilir və ya xanımların ev içərisində 2 saat, 3 saat, nə bilim bir gün otağın birinə özünü sanki həbs eləyir. Mən ancaq Allah adına danışacağım. Mən artıq dünya adına bir söz söyləməyəcəm. Özümü təmizləməyə çalışacağam, ruhumu təmizləməyə çalışacağım. İnsanın bir ruhani səfəri başlayır. Yəni etikaf sözünün əsas hədəf və qayəsi insanın daxili dünyasının təmizlənməsidir. Ona etikaf deyilir.